Hər ay məsələn demək olar ki, hər ayda bir dənə, 2 dənə uşaq gedir Premyer Liqaya bizim komanda. Demək olar ki, Xırdalay eləmişəm Braziliyada. Səhərdən axşama kimi meydança, yəni özüm üstün düzəldib belə meydançada oynayırdıq. Göndərirəm getsinlər məndən. Çünki mən müəyyən bir nətər deyim sizə, sərhədə qədər. Ola bilər sağlam həyatlarına təsir edir, amma professional yetişməyə nə qədər təsir edir əmin deyiləm. Bizdə də gərək məhəllələri olsun ki, mən inanırsınız Xırdalanda istəyirəm ki, bir məhəllələrə düşüm, gedim axtarım. Görüm uşaqlardan bəlkə istedadlı uşaq. Görüm məhəllədə heç kim yox. Hər kəs salam. TikTok onlayndasınız. Dostlar, Gəl qonaq ol konseptimizin ikinci verilişi ilə bir yerdəyik. Bu gün Kapital Bako komandasının həm təsisçisi, məşqçisi, hər şeyi Tural Hüseynov qonağımızdır. Tural müəllim, xoş gəlmisiniz. Necəsiz? Sağ olun, təşəkkür edirəm. Çox sağ olun ki, bizi dəvət elədiniz bu gözəl verilişinizə. Belə yaxşıyıq. Şükür Allaha. Elə futboldan elə indi məşqdən çıxıb birbaşa gəlmişik verilişə. Əla, işiniz avanda olsun. Uğur olsun inşallah. Videonun əvvəlində də dostlar bu abunə, like məsələlərimizi həll eləyək. Çox maraqlı verilişimiz olacaq. Keçək proqrama. Müəllim, birinci xahiş eləyəcəm biraz özünüzü tanıdın, auditoriyamız da sizi tanısın. Keçmişinizlə bağlı, bu gün fəaliyyətinizlə bağlı zəhmət olmasa. Ümumiyyətlə çox uzun uzadı istəmirəm danışım. Futbola gəlişim mənim 8-9 yaşımdan futbola gəlmişəm. Yəni futbolla məşğul olmuşuq ta peşəkar futbola qədər. Düzdür, bilirsiniz ki, futbol da elə bir şeydir ki, yəni zədələr qaçılmazdı. 23-24 karyeramın, futbol karyeramın tam pik nöqtəsində mən zədə aldım. Bel zədəsindən buraxmalı oldum, bəli. Ondan sonra yəni yenə də futbolda qaldım, amma məşqçi kimi qaldım. Karyeramı məşqçi kimi davam elədim. Tamam. Neçə ildir məşqçilik edirsiniz müəllim? 20 ilə 20-25 il. Hə, təxmini belə olar. Maşallah olsun. Tamam. Müəllim, bəs neçə ildir uşaq futbolu ilə məşğulsunuz və niyə uşaq futbolunu seçdiniz məşqçilik üçün? Uşaq futboluna əslində mən böyük futboldan başlamışdım. Yəni 16-17 yaşda yeniyetmə deyək də, yəni gənclər yeniyetmədən dəfələrlə Bakı çempion olmuşuq. O vaxt yadınızdadır, Bakı şəhər çempionatı olurdu. Bakı şəhər çempion olmuşuq, Azərbaycan mükafatçısı olmuşuq, yəni gənclər yeniyetmələrdən. O vaxt Qafqaz Universiteti komandası var idi. Qafqaz Universitetində də 1-ci liqada, 2-ci liqada komandamız var idi. Orada da çalışırdım. Yenə də peşəkar komanda idi böyüklər arasında. Azal futbol klubunda işlədim. Belə yəni ondan sonra özüm artıq qərara gəldim ki, rəsmi klubumu açım. Kapital Bako futbol klubu. Əla. Yəni beynəlxalq addır deyə ona görə biz elə seçmişik. Paytaxt Bakı gedir. İndi bizim o yəni Kapital Bakonun nəzdində bizdə U11, 12 yaşlı uşaqlarımız var. Hansı ki onlar Azərbaycan çempionatında iştirak edirlər Affanın bayrağı altında. Bir də böyük komandamız da var. Region liqasında hal-hazırda çıxış eləyir. Əla, bir neçə yaş qrupuna xitab edən belə deyim də qruplarınız var da. Bəs mən belə bir şey deyim, sizin komandaya ümumiyyətlə seçilmək üçün uşaqlar bir mərhələdən keçirlərmi, yoxsa hər futbol həvəskarı uşaq gəlib yazıla bilərmi? Bilirsiniz necədir? Ümumiyyətlə o mərhələni çox qəşəng qeyd elədiniz. Mərhələ əslində məhəllədən başlayır. O futbolumuzun yəni yaralı yeridir. Məhəllə də elə bilirsiniz ki, bugünkü gündə bilirsiniz ki, məhəllə yoxdur artıq. Yəni məhəllə yeni parkinqlərdir, nə bilim başqa şeylərdir, obyektlərdir, marketlərdir. Uşaqların oynamağa məhəllədə yer. Bizim vaxtımızda məsələn məhəlləyə düşürdük. Səhərdən axşama kimi meydança, yəni özüm üstün düzəldib belə meydançada oynayırdıq. Məhəllədən uşaq məsəl üçün futbola yazılırsa, gəlirsə hansısa bir idman futbol məktəbinə ya futbol klubuna yazılırsa, artıq o sıfırdan yox, o hardasa bir faiz nisbəti ilə bir 10%, 20% hardasa məhəllədə oynayıb gəlir futbola yazılır. İndi heç o məhəllə yoxdur, o mərhələ məsələsini qeyd elədiniz. Məhəllə olmadığından uşaqlar demək olar ki, sıfırdan gəlirlər. O sıfırdan da uşaqları bərpa eləməyə, yəni futbol bilirsiniz ki, yəni bir ayın, 2 ayın işi deyil, yəni ən azından 6 ay, 7 ay. O da indi baxır, o istedada baxır, uşaqların istedadına baxır. O da əvvəllər çox idi istedadlar. İndi biraz istedadlar azalıb. O dediyim kimi çünki məhəllələ futbol yoxdur deyə istedadlar azalıb. Əvvəl çox idi, indi azdır. Yəni mərhələli olaraq uşaqlar gəlirlər burada. Məsəl üçün indi mənim
bizim klubda, Bəli, Kapital bəli, Bakı bəli. klubunda sıfırdan başlayırlar futbolçu formasına düşənə qədər. Ondan sonra elə olur ki, məsələn futbolçu var 3 ay artırır, 6 ay artırır, 1 ilə, hətta 3 ilə artıran var. Ondan sonra biz çempionatlara, yarışlara, komandanı formalaşdırandan sonra yarışlara qoşuluruq. Məsələn rayonlara gedirik, ya Azərbaycanda müxtəlif rayonlara gedirik. Bakı şəhər çempionatlarında, Bakı zonasında AFFA-nın keçirtdiyi yarışlarda iştirak edirik. Amma bir şey də xatırladım ki, Bakı şəhərinin özünün çempionatı yoxdur. Yəni uşaq futbol məsələn Bakı şəhər çempionatının əvvəl olurdu, indi yoxdur. Bəs harda çıxış edirsiniz siz tam olaraq Bakıda? Bizim hal-hazırda birbaşa Respublika çempionatı. Respublika çempionatı. Bəli, keçən illərim açığı hazırlıq məqsədi ilə biz yarışa girdik. U11, U12 yaşlarla. U10 idi, U11 idi. İndi oldu U11, U12, yəni keçiddə. Yəni Tamam. yaş biraz da artdı. Keçən iləm hazırlıq məqsədi ilə biz girdik ki, uşaqlar, mənim məqsəd o idi ki, uşaqlar hazırlıqdan keçsinlər də, elə bil hazırlaşsınlar növbəti mərhələyə. Amma bu illərim artıq komandamız hazırlıq yox, mükafat yerinə oynayırıq. Məsələn, birinci, ikinci, üçüncü yerləri bölüşdürürük artıq. Yəni U11'lərimiz də demək olar ki, üçlükdədir, birinci üçlükdədir. Maşallah olsun. Elə həmçinin də U12'lərimizdir. Səbirli olduq, yəni səbirli olduq. İndi şükür Allah ki, nəticələrini görürük. Şükür Allah. Əslində Bakı çempionatının olmaması sizin üçün məncə bir fürsət olub. Daha böyük miqyaslı bir turnirə getmisiniz də. Nəticədə Respublika stadionunda rəqabət daha yüksək olur. Biraz değindiniz əlbəttə, amma biraz onlara daha çox danışmaq istəyirəm. Məsələn, sizin futbolçu karyeranızdan biraz danışaq. Futbolçu olmusunuz deyəsən. Məsələn, haralara çıxış edirsiniz? Bəli, mən də çox qısa olub. Keçmişə qayıdacağam. Belə Xəzər Universiteti komandamız var idi bizim. Yəni Xəzər Universitetindən də qabaq Abşeron yığmasında da oynamışam, Abşeron komandasında oynamışam. O keçmiş Abşeron komandamızda şərəfini qorumuşuq. Özüm də elə Xırdalan şəhərində yaşayıram. Oranın necə deyirlər, aborigen sakiniyəm. Xəzər Universitetində bizim İsmail müəllim var idi. Xəzər Universiteti komandası özü bir komanda düzəldirdi. Tələbələrdən, yəni necə deyimsə, istedadlı, perspektivli, o vaxtı belə götürək. 11-ci sinifi qutaran uşaqlar 17, 16, 18 belə bu yaşda ən yaxşı uşaqlar demək olar ki, elə yığışmışdıq ora. Xəzər Universiteti komandamız gənclərdən, yeniyetmələrdən, amma perspektivalı uşaqlardan ibarət olan komanda var idi. Biz hətta orada universitetdə də oxuyurduq. Tələbə biletimiz də var idi və biz də Elmi Xəzər Universiteti komandasının şərəfini qoruyurduq. Təmsil. Futbol təmsil edirdik. Birinci liqadan başladıq, birinci dəstədən başladıq və o vaxtda Şəfa komandası da var idi. Birinci, ikinci yer tutduq və keçdik növbəti Premier Liqa çempionatında artıq oynadıq. İndi o vaxt Vışşı Liqa deyirdilər. Birinci Yüksək Liqa deyirdilər. Çıxdıq orada oynadıq. İndiki hal-hazırda həmin o bizdə oynayan oyunçular məsəl üçün desəm elə tanıyacaqsınız. Azər Bağırov idi, bizlə bir yerdə oynayırdı. Rəşad Abdullayev idi, Elnur Çodarovdu, Şamaxıda Ayxan Abbasovun köməkçisi. Anar Vəliyev idi, elə bizdən də o da biz yerdə oxumuşuq. Şamaxıda işləyir o da. Sənan Qurbanov idi. Yəni Ramiz Salamlar hər birinə. Ramiz Kərimov idi. Yəni hamısı, hansı ki bax həmin o uşaqlar indi də hal-hazırda öz istedadlarını məşqçilikdə də göstərirlər. Biraz məşqçilik karyeranızdan danışaq. Müəllim, hər hansı bir uşaq futbolu məşqçisi olması üçün bir lisenziyaya ehtiyac varmı? Ümumiyyətlə bu UEFA-dan lisens alır əsas məşqçilərdir. Sizin elə bir lisenziyaya ehtiyacınız varmı? Mən məşqçiliyə başlayanda futbolçu, mütəxəssis bir futbolçu kimi mən gəlmişdim. Yəni məşqçi mütəxəssis kimi yox. Artıq gördüm ki, məşqçilik tam fərqlidir, futbol oynamaq tam fərqli bir şeydir. Qıraqdan məsəl üçün ola bilər ki, hə, məşqçidir, futbolçu eyni şeydir. Yox, elə deyil. Məşqçi tam başqa bir professiyadır. Ondan sonra mən gördüm ki, yəni nə olsun ki, mən futbol oynamışam. Bəli. Amma məşqçi işləməyi tam başqa bir şeydir. Başqa peşədir, düzdür. Bəli. Mən bunu rəsmiləşdirməliyəm. Rəsmiləşdirmək üçün də AFFA-da elə bizim o vaxt təsadüf olundu. Mənim vaxtıma düşdü. Almanlar gəlmişdi öz briqadası ilə Berg Fox'un vaxtında. Burada biz UEFA lisenziyalı kateqoriyaları keçirdirdik. Məşqçi kursları keçirdirdi. Mən dedim ki, niyə də yox, mən də gedim qoşulum. Artıq biraz da təcrübəm də var idi. Yəni elə belə getmədi. 2004-dən demək olar 2005-ci ildən rəsmi yox. Yəni məşqçiliyə başlamışdım. Amma ki artıq deyim sizə 2010-un 11-dən sonra, 2010-cu ildən 11-ci ildən sonra Nikolay Adamsı idi. Bilməm də o vaxt tanıyanlar tanıyır. Berti Fox idi, Lippert idi. Onlar keçirdi UEFA lisenziyalarını bizə, onlar kurslar oldu. Yəni mən onlardan almışam. C kateqoriyasını oradan aldım, C lisenziyanı. Sonra davamlı ilə ondan sonra B lisenziyasını da, UEFA lisenziyanı da Nikolay Adamsıdan aldım. Əla. Hətta bizim kursda bizlə bir yerdə bütün
köhnə, yəni veteran futbolçular da bizdən bir yerdə kursdaydı. Bəli. Məsələn, Rasim Abuşov idi, Rafael Əmirbəyev idi, Samir Musayev idi, çox Ruslan Kapitolin idi. Mən də onlarla bir yerdə sonra bizim lisenziyada bizdən İbrahim Üzülməz də bizdən gəlib lisenziya oxuyurdu. Bəli. Beşiktaşın kapitanı, dünya üçüncüsü. Hətta ondan da biraz belə kurslarda da zarafatlarımız olurdu. Şükür Allaha ki, yaxşı əla qiymətlə UEFA lisenziyanı mən əla qiymətlə aldım. Hətta Nikolay Adams da məni dəvət elədi. U17, U16, U19-un elə bir milli komandaya scout məşqçisi kimi məsələn seçimlərə ki oyunlara get. Tutaq ki, Neftçi Qarabağın tur oyunudur. Deyirdi get orada oyunlara bax. Oradan seçdiyin oyunçunun nömrələ elə yəni qiymət ver, sonra mənə təqdim elə. Yəni zborniya, yəni milliyə, yeniyetmələrə, gənclərə bir scout kimi məni işə götürmüşdü. Bir il davam elədi. Yəni Nemeslər orada qalan, Almanlar orada qalana qədər mən orada davam elədim. Tamam, əsas hal-hazırda lisenziyanız vardı. UEFA lisenziyanız var. Bu əla bir şeydir. Çünki hər dəfə tənqid məsələsinə gələndə biz deyirik ki, bizim uşaq yaşlıların məşqçiləri belə deyim də tam olaraq bu peşəyə yiyələnmiş insanlar deyil. Ya da indi siz daha yaxşı bilərsiniz də bu sahədə peşəkar olmayan insanlar çox çalışırlar da. Biraz futbolu bilir, gedir hansısa bir stadionu icarəyə götürür və uşaqlar yetişdirir. Yetərincə var. O da biraz əslində qıraqdan kütləvilikdir, amma bir tərəfdən də mənfi təsir göstərir, yəni uşaqların inkişafına. Ola bilər sağlam həyatlarına təsir edir, amma professional yetişməyə nə qədər təsir edir əmin deyiləm. Sizə bir dənə də bir söz deyim. Məsələn, çempion, məsələn, komanda kimin ola bilər indi hansısa bir məşqçinin komandası çempion olursa, o komanda çempion olursa demək o demək deyil ki, o uşaqların hamısı futbolçu olacaq. Əlbəttə. Mən məsələn belə bir şey deyim. Mənim komandamda dəfələrlə 2 qat Bakı çempion olmuşam. Azərbaycan ikincisi, üçüncüsü, birincisi olmuşuq. Yəni mən 10 il, 15 il bundan qabağı deyirəm. Məsələn, hansı ki o uşaqların 36-37 yaşları var. Yəni ailəli adamlar hamısı. Onlar məsələn oynamadı futbol. Amma o qədər istedadlı uşaqlar var idi aralarında. O qədər talantlı uşaqlar var idi. Nədənsə bilmədim necə oldu, nətər oldusa, yəni oynamadılar. Öz seçimləri oldu da o daha çox. Demək olar bəli, öz seçimləri, valideynlərin biraz belə pismasın, mənfi müdaxilələri, hətta belə pismasın valideynlər də mübahisəyə də çıxırdım ki, bu uşaq talantdır, istedaddır, bunu niyə qoymursun? Deyir, mənim oğlum hərbiçi olacaq. Deyirəm, olsun da, amma qoy bunu 16 yaşında Premier Ligaya bunu dəvət edirlərsə, bu deməli belə deyil də, yəni. Amma ki, məsələn, indi komandam məsələn ortada gedir, ya axırda gedirsə, məsələn, mənim elə komandam var ki, uşaqlar görürəm ki, artıq seçilir. Görürəm ki, artıq birbaş yuxarıdır. Məsəl üçün yaşlarına fərqlənir. Saxlamıram onu özümdə. Seçilirsə saxlamıram. Özümdən çıxardıram, göndərirəm məsələn Premier Liqa klublarının məsələn yeniyetmə uşaq futboluna məsələn Sabah klubu olsun, Neftçi olsun, Qarabağ olsun, ya başqa Zero olsun, Şamaxı olsun, göndərirəm getsinlər məndən. Çünki mən müəyyən bir nətər deyim sizə, sərhədə qədər məsələn ora qədər. Ondan o tərəfə mən uşağı saxlaya bilmirəm. Çünki arxamda mənim gizlətməyəcəm büdcəm olmalıdır. Büdcəm olmalı ki, mən uşağı saxlaya bilim. Necə deyim sizə, o şərait olmalıdır. Şərait yaradım ki, o uşaq qalsın məndə eləsin. Dəstək olmalıdır. Şəraiti mən yarada bilmirəmsə, bu uşaq da talantdır. Oynaya bilir artıq, yetişib. Mən bunu göndərməliyəm artıq. Mən belə bir şey deyim, siz uzun müddətdir bu uşaq futbolunun içindəsiniz. Heç olubmu ki, hansısa tələbəniz yüksəkliyə qədər çıxış eləyib, orada hansısa klubun formasını geyinib? Xəzər var, Ağalzadə Xəzər var. Futsal milli komandanın üzvüdür, milli komandanın. Hal-hazırda? Keçən iləm, yoxsa o bir hal-hazırda keçən iləm səhv eləmirəmsə, keçən ildə futsalda ən yaxşı oyunçu adını aldı. Futsalda milli komandamız gedib çempion oldu. Onlardan bəli. Həmən belə, yəni belə uşaqlar var. Sonra Premier Liqada U19-da var, dublyorda uşaqlarımız var, oynayırlar. Milliyə namizəd uşaqlarımız var, millidə oyunçularımız var. Yeniyetmədə, məsələn 19-da, 17-də. Tamam, Allah. İnşallah yeniləri də gəlir də inşallah. Əlbəttə ki, bu yaxınlarda bir oyunçum U11-lərdə. Demirəm, mən saxlamıram. Balaca da olsa verirəm kluba sırası. Görürüm yetişib sırası verirəm. U11-lərdə məsələn Sabah klubuna Rəsul U11-lərdən müqavilə bağladı. Bizim şkoladır, bizim məktəbli. Bizim sonra Ayxan Nəbiyev Şamaxı klubu ilə
Şamaxı ilə 11-ləri ilə müqavilə bağladı. Bunlar hamısı belə ardıcıllıqlandır. Hər ay məsələn demək olar ki, hər ayda bir dənə, 2 dənə uşaq gedir Premyer Liqaya bizim komanda. Demək olar ki, Xırdala eləmişəm Braziliyada. Yoga bonito. Bu da ikinci gol. Yəni fabrika işləyir şükür Allah, yaxşıdır. İndi davamı da gəlir, gedir. Hə, indi namizədlər var. İndi Sabah klubu ilə əsas biz əməkdaşlıq edirik Sabah Vətən Akademiya ilə, Vətən Futbol Akademiyası ilə. Bilirsiniz ki, bu saat hal-hazırda Vətən Futbol Akademiyası uşaq futbolunda bir nömrədir. Yəni biz onlarla işləyirik və ora yönəldirik əsasən uşaqlarımızı. Oradan da yəni Sabah klubuna ya başqa klublara Çox müsbət şeylərdən danışdıq. Bu konseptimizin bizim bir neçə konseptimiz var da kanalda müəllim, amma bu Gəqonaq ol konsepti birinci qonağı İsmail Abdullayev idi, şərhçi. Tanıyarsınız belki İdman TV-nin şərhçisi oldu. Ondan Azərbaycan futbolundakı problemlərdən danışanda ilk olaraq dediyi məsələ oldu ki, qardaş 30 ildir deyirik uşaq futbolu. Azərbaycan futbolu və inkişafı istəyiriksə, tələb Nə ediriksə. etməliyik? Bir də məsləhət. Qardaş 30 ildir deyirik eyni şeyi, nə qədər deyək? Eyni şeyi də deyirik, uşaq futbol infrastruktur. Uşaq futbol infrastruktur. Bu uşaq futbolundakı problem nədir müəllim? Bu uşaq futbolunun içində olan biri olaraq. uşaq futbolundan gərək bir həftə oturub danışasan burada. Yəni o qutaran deyil o söhbət. Yəni Qısa bir xülasə keçsək, şaxəli məsələdir bu. Amma konkretləşdirsək əgər bu məsələni, məsəl üçün Xırdalanı mən götürüm, Xırdalan şəhərini götürüm. Məhəllələr tikilir. Hətta bizim yaşadığımız məhəllədə də məhəlləni tikən adını deməyəcəm. Deyim qardaş, burada bu qədər boş yerim var da. Burada bir dənə qəşəng mini stadion tik. Tikinti şirkəti nəzərdə tutur. Bəli. Bir dənə mini stadion tik. Uşaqlar məhəlləyə düşəndə qoy orada futbol oynasın. Tamam. Lap olsun basketbol meydançası olsun. Heç olmasa voleybol meydançası. Uşaqlar idmanla məşğul olsunlar. Uşaqlar üçün oynamağa məhəllədə yer olsun. Bəs mənim həvəsi yox, olan bina tikəcəm. Allah sağ olsun. Nə deyim mən ona? Bəs həvəsi olan, istedadı olan uşaq həqiqətən tapmayacaqmı? Biz də uşaq olmuşuq, bizim vaxtımızda yox. Məsəl üçün darıskal yerlərdən girirdik, nəsə tapırdıq, sizə bir oynayırdıq. məsələ deyim, misal çəkərsəm, köhnə söhbəti. Köhnə söhbəti mən orada olmamışam. Giuseppe Meazza bilirsiniz, İtaliyanın məşhur futbolçusu olub. Giuseppe Meazza birinci dəfə gəlir Milan komandasına, qırmızı qaralara gəlir. Aha. Bu qırmızı qaralar bunu bəyənmirlər. Deyirlər, yox sən bizi, yəni uyğun deyilsən komandamıza. Uşaq yeniyetmə vaxtı olur onda. O vaxtda indi məhəllədə oynayanda o biri Inter komandası, göy qaralar, skautlarından biri görər bu belə bir uşaq var, məhəlləni dağıdır da. Yəni bu topu yerə salmır, göydə aparır topu. Hə. Bəyənirlər bunu, çağırırlar. Deyirlər ki, yəni biz istəyərsən bizim Inter komanda da 450, yəni razılaşır. Gəlir Inter. İndi hal-hazırdakı o stadion Giuseppe Meazza stadionu var. Inter'in stadionu elə olur. Yəni amma Milanda başqadır. San Siro'dur, bəli. İndi demək istəyirəm ki, hardan? Məhəllədən. Bizdə də gərək məhəllələri olsun ki, mən inanırsız Xırdalanda istəyirəm ki, bir məhəllələrə düşüm, gedim axtarım. Görüm uşaqlardan bəlkə istedadlı uşaq. Görüm məhəllədə heç kim yoxdur. Məhəllə yoxdur. Yəni mən hardan tapım uşağı? Hə, indi hamı bilirsiniz ki, texnologiya o qədər inkişaf edib ki, telefon, telefon. İnanın ki, mən mübarizə aparıram da. Yəni valideynlərə də tapşırıram ki, xahiş edirəm uşaqları telefondan uzaq tutun. Niyə o vaxtlarım daha çox istedadlar gəlirdi, indi yoxdur? Deməli, şərait məsələsidir. Bəli. Amma yenə də deyirəm, məsələn, mən də belə deyim, yaşım çox yüksək deyil, amma çox aşağı da deyil də. Tam elə orta bir nəsiləm deyək də. Bizim dövrümüzdə də artıq var idi o. Hər yer tikinti idi, bizim də stadionumuz yox idi. Daşlıqda özümüz üçün bir şeylər yaradırdıq da, həvəs yaradırdıq da. İndiki uşaqlarda bəlkə həvəs yoxdur. Ya valideynlər artıq çox çəkinir uşaqlar. Onlar həvəsi artıq o telefonda tapırlar deyə. Artıq orada oynamağa artıq onlar nəsə deyimsə, o istədiyini oradan alırdı ya o telefondan. Orada gedib artıq orada oynamağa onun həvəsi qalmır. Ona görə deyirəm ki, onların onu əllərindən alın ki, onların həvəsi o məhəllədə ya meydançada ya gəlib futbolda məşqlərdə oynamağa qalsın. Tamam. Və siz düşünürsünüzmü ki, indiki valideynlər uşaqlarını daha belə qoruyaraq böyüdürlər? Yox, sən düşmə həyətə falan kimi. O 100% yəni demək olar ki, 100%-in 70-80% elədir. Məndə inan valideynlər var ki, məsələn, uşaqları gətirdilər məşqə. Deyir ki, Turan müəllim, evə o qədər qapanır ki bu, yəni istəyirik ki, evdən çıxsın bayıra.
Yəni ən azından bu telefondan uzaq dursun. Elə də olur da. Yəni belə bir şeylərlə də rastlaşırıq. İnsan davranışları dəyişib də. İnsan davranışları dəyişib. Bir də müəllim belə bir sual vermək istəyirəm. Siz özünüz dediniz ki, mən milli komandada skauting məşqçi kimi fəaliyyət göstərmişəm. Bəs sizin məşqlərinizə gəlirmi belə böyük klublardan skautlar ki, Tural müəllim bizə bir neçə dənə oyunçu məsləhət görsən? Dəfələrlə o barədə inarsız özümə deyirəm. Yəni bilmirəm kimə müraciət eləyim. Amma əslində olan nədir? Məsələn, biz UEFA kateqoriyası lisenziyanı alan məşqçiləri, məsəl üçün AFFA hansısa bir nümayəndələrindən, hansısa bir işçilərindən maraqlanması daha yaxşı olardı ki, məsəl üçün gəlsinlər, Tural müəllim, sizin nə çətinliyiniz var, nə problemləriniz var, nə lazımdır sizə, necə dəstək ola bilərik? UEFA lisenziyalı məşqçisiz, komandalarınız AFFA-nın bayrağı altında oynayır, çempionatlarda oynayır. Nə edə bilərik? Məsəl üçün də, yəni skautlardan bəli, Neftçinin skautu klubdan tanışıram da. Bəli. Neftçi skautu klubun skautu var, Tural müəllim var idi. O da elə mənim adaşımdır. Köhnə tələbəm olub. İndi Neftçidə işləyir. Maşallah. O da arada gəlir. Amma əsasən bizdə Vətən Akademiyadan skautlar gəlir. Bir də Sabah klubundan. Gəlirlər, maraqlanırlar, baxırlar məşqlərə. Məsəl üçün, indi 3 nəfəri hələ ki bizdə yazıblar U11-dən. Yazıblar, amma deyirlər ki, Tural müəllim, hələ ki biz bu uşaqları izləyirik. Bir oyundan yox, bir 2-3 oyuna da baxacağıq ki, görək stabil oynayırlarmı? Yəni oyunları stabil gedirmi, yoxsa yox? Səid. Skaut baxımından elə yəni klublar maraqlanır, amma AFFA-dan biraz yaxşı olar ki, AFFA-dan özləri maraqlansınlar. Mən çox istəyirəm ki, gəlsinlər bir günlərim bizdən maraqlansınlar. Bir qonaq olsunlar. Xırdalanda Kapital Baku klubuna bir ziyarət eləsəz yaxşı olar. AFFA rəhbərinə buradan salamlar. Müəllim, çox təşəkkür edirəm bu suallarıma aydın şəkildə cavab verdiyiniz üçün. Zaman ayırıb gəldiyiniz üçün, əlbəttə minnətdaram. Sizlə danışdı, söhbət edib, bir də sizin komandanın 2 dənə gələcəyin ulduzu var da, biraz da onlarla söhbət eləyək, sonra proqram bağlayaq. Tural müəllimin fikirlərini dinlədik, onunla danışdıq. Biraz keçək ulduzlardan danışmağa. Bu ulduzlardan qabaq amma sizdən xahiş eləyib, bu abunə like məsələni həll eləməmisinizsə, tez buralarda bir yerdə bir düymə var, ona basın, davam eləyək. İndi bu ulduzlar özünüzü təqdim eləyin. Uğur Ayxan, Uğur özünün zəhmət olması təqdim elə izləyicilərə. Uğur Hüseynzadə, atamın isə adı Turaldır. Tural, tamam. Əlasan. Okey. Ayxan. Mən Şabanov Ayxan Samiroğlu. Samiroğlu Şabanov Ayxan. Tamam. Mən bir sol tərəfdən başlamışam. Uğurla sonra səhər keçəm. Uğur, sən mövqeyin nədir? Nə oynayırsan tam olaraq? Orta. Yarım müdafiəçisən. Bəs müdafiəyə yönümlü yarım müdafiəçi yoxsa hücuma yönümlü yarım müdafiəçi? Hücuma yönümlü. Tamam, qəşəng. Sən hansı futbolçunu bəyənirsən? Lionel Messi. Lionel Messi. Bəs indi aktiv oynayanlardan birini seçsək kimi? İndi Messi uzaqdadır da, Messi yaşdaşıb. İndikilərdən kimi seçərsən? Mbappe ya da Lamine Yamal. Qəşəng, çox istedadlı oyuncular seçirsən. Tamam, əla. Bəs Ayxandan eyni sualları soruşsaq necə? Ayxan, sən harda oynayırsan? Sol cinah müdafiəçisi. Sol cinah müdafiəçisin. Tamam. Bəs sən hal-hazırda sevdiyin oyuncu kimdir? Hal-hazırda yox, dünyada Ronaldo'dur, amma hal-hazırda Mbappe deyə bilərik, Haaland deyə bilərik. Mbappe, Haaland. Bu yaxınlarda da qarşılaşacaqlar, rəqib olacaqlar. Bəs öz mövqeyinə uyğun birini desən kim oynayarsan? Öz mövqeyimə deyə bilərəm ki, Nuno Mendes və Roberto Carlos. Nuno Mendesin ən çox axıra kimi oyununu izləyirəm, sevirəm və mübarizəsini bəyənirsən. Nuno Mendes dedi, indi Roberto Carlosun isə sərt zərbələrini və cəld hərəkətliyini. Əla. Sən belə çox hazırlaşıb gəlmisən, hiss olunur. Əlasan. Nuno Mendes çox yüksək performans göstərir. Bizim də bir komanda yoldaşımız var, Elgün. O da çox sevir Nuno Mendesi. Tamam. Siz özünüz oyunlarda iştirak edirsiniz də, kapitan oyunçularsınız. Neçə nömrəli formanı geyinirsən olur? 12-lərdə mən 8 nömrəyəm, 11-lərdə 6. Əla, tamam. Tam 8-6-san da sən onda. Okey. Bəs mən səndən soruşsam ki, ən yadda qalan oyunun hansı idi? Nə deyə bilərsən? Bu rəqiblə əla oynamışdım. Dinamo Laçın. Dinamo Laçın. Tamam. Nə etmişdin? Orada bir gol assist eləmişdin. 2 dənə gol vurdum. 2 dənə gol vurdum. Maşallah olsun. Bəs Ayxan, səndən yadda qalan oyun hansıdır? Mənim də Dinamo Laçındı. Orada əslində çox da assist falan eləməmişəm, amma 3-0-dan 5-4 gəl dönmüşdük. Geri dönmüşdünüz. Bax, Nuno Mendes kimi sonuna qədər mübarizə. Sizin iştirak etdiyiniz turnirlər var. Bu U12 həm də U11-də oynayırsınız. İkiniz də elə hər ikisində oynayırsınız? Bəli. Sən də oynayırsan? Tamam. Hansı turnirlərdə oynamısınız? Məlumat verə bilərsiniz? Şamaxıda, Qəbələdə, Sarmasal, Balakən.
Bu bölgələrə gəlib oynayırsınız, orada oynayırsınız. Məsələn, Lənkəran. Ən belə xoşunuza gələn turnir hansı rayonda keçirilirdi? Lənkəran. Mən də Lənkəran. Balakən. Allah, tamam. Biri şimal, biri cənubu seçir. Bəs belə bir şey soruşum siz. Siz Xırdanda qalarsınız ikizdə. Bəli. Aha. Niyə kapital Bakını seçmisiniz? Niyə ora gedirsiniz məşqçi kimi? Deyə bilərəm ki, Turan müəllim bizə öyrədir və biz də çalışırıq ki, meydançada bu taktikaları edək. Bu taktikaları etsə meydançada bizim qol vurma ehtimalımız yoxdur. Vurmama ehtimalı. Vurmama ehtimalımız Tamam. Allah, maşallah. Bəs sən fikrin, sən niyə kapital Bakını seçmisən? Mən Kapital Bakını seçmişəm. Ona görə ki, Turan müəllim çox yaxşı məşqçidir. Yaxşı məşqçilər keçir. Yaxşı məşqlər keçir. Bəli. Tamam. Sizə uğurlar arzu edirik. İnşallah Sağ olun. gələcəkdə uğurlu olarsınız. İndi də bir milli komandamız yaxşı oyunlar bəzən göstərə bilmir, amma Qarabağ əla oynayır. Yəqin ki, Bəli, Qarabağı bəli. izləyirsiniz. Qarabağın Çempionlar Liqası maçlarına baxırsınız. Bəs Bəli, Qarabağdan ən çox sevdiyiniz oyunçu kimdir deyə sorursam? İndidən yoxsa əvvəldən? İndi hal-hazırda aktiv var. Leandrandrada və Andrade. Bəhlul deyə bilərəm. Andrade Bəhlul. Tamam. Sən kimi deyirsən? Yankovicdən sonra. Hər öz mövqeyinə uyğunları seçməyə çalışırıq ki. Tamam. Dostlar, mən sizə də təşəkkür edirəm gəldiyiniz Çox sağ olun. üçün. Dəvətimi qırmadınız, gəldiniz. Sizə karyeranızda uğurlar arzu edirəm. Çox sağ İnşallah hər biriniz arzusunu qoyduğunuz futbolçu peşəsinə yiyələnirsiniz. Çox sağ Tamam, olun. sizə təşəkkürlər. İzləyicilərimizdən də xahiş eləyək videomuzu bəyənin, like eləyin. Dostlar, çox maraqlı bölüm oldu. Tural Hüseynov bizlə idi və Uğur və Ayxan gələcəyin starları bizlə idi. Onlar da inşallah yüksək yerlərdə görərik və növbəti bölümlərdə yenidən görüşəcəyik. Hələlik özünüzə yaxşı baxın. Sağ olun.